Dul gəlin. Yaxşı, onda içəri gəl də. Yaxşı, birazdan gələrəm. Siz gedin. Qapını bağlayıb gələrsən. Əgər Humayun yaxşı insan olmasaydı, mən onu çoxdan işdən qovardım. Gəlin bacı, hələ yatmamısınız. Mənim yerim burada. Xahiş edirəm. Yalvarıram, uşaqlarımı tapıb verin. Uşaqları mənim öhdəmə buraxın. Özüm onları taparam. Yenə deyəcəm, sən kişi deyilsən. Hey! Əlimi buraxın görüm. Fərhad, buradasan. Nə olub? Qızlar yoxdur. Kimsə onları aparıb. Otur maşına. Ata, məni gözləyirlər. Mənim bir sözümü iki eləmək istəyirsən? Aydanı başqa yerə köçürmək istəyirəm. Onlar onsuz da Aydanın ünvanını bilirlər. Başqa yolumuz yoxdur axı. Aydanın atası hələ sağdır. Ölməyib. İndi necə eləyirik? Bax, belə, belə. Afərin. Yenə. 1, 2, 3, 4. Belə. Oğlum, sən get içəridə oyna, yaxşı? Deyirəm, yaman yatağansan ha. 11-ə qədər yatdın. Yemək yeyəcəksən? Hansı özlə mənə baxa bilirsiniz, utanmırsınız? Niyə utanım? Utanacaq heç bir iş görməmişəm. Daha sözüm yoxdur. Sizin kimi qadına ayıb olsun. Dayan. Ərim evdəki qadınlarla keyf çəkəcək. Mən də burada yalqız oturacağım. Siz qadınsınız. Özünü kişi ilə müqayisə eləyən qadın xoşbəxtlik əldə eləyə bilməz. Kişinin yolu başqadır. Məyər kişinin buynuzu var? İstədiyi vaxt qadınları corab kimi dəyişə bilər? Bütün kişilər elə deyil. Hamısının ürəyinə girmisən, hə? Manav bəy kənardan çox alicənab görünə bilər. Amma ürəyi, qəlbi nəfs bataqlığına batıb. Hər necə olmağına baxmayaraq. Niyə aranızdakı ədavətə məni də qarışdırırsınız? Niyə mən? Bu qismətdir. Nə qismət? Qısası, mənə maraqlı deyil. Mən hələ evlənməyən subay oğlanam. Gedin, özünüzə başqa oyuncaq tapın. Məni rahat buraxın. Sizsiz də kifayət qədər problemim var. Hələ qayıdacaqsan. Qayıtmayıb, neyniyəcəksən, ay yazıq.
Hə, arvad, iş görürsən? Elə bilirdim evimizə daha qayıtmayacağıq. Bura qayıtmaq ağlıma da gəlmirdi. Gördün? Manav bəyə işləməyimin necə faydalı olduğunu görürsən? Hə, nə oldu, yoruldun? Onda gərək Qumrunun getməyinə razı olmazdın. Üstəlik, Şirini də fikrindən döndərməliydin. Magistraturaya hamı girə bilmir. Düzdür, Şirin ağıllı qızdır. Amma bu qədər diplom onun nəyinə lazımdır, hə? Kimə deyirəm? Mən bilmirəm. Bütün şəhəri alt-üst eləməli olsan da, uşaqları tap. Oğlan uşaqlarıdır ya qız uşaqları? Qız uşaqları. Xahiş edirəm, qızlarımın ikisini də tapın. Ulduz xanım. Yaxşı, siz ağlamayın. Əzizim, xahiş eləyirəm. Biz onları tapacağıq. Ustad, əzizim dediniz? Elə dedim. Bura bax. Ulduz da fikir vermədi, ha? Hə, ustad. Orada uşaq dərdindədir. Sizsə özünüzü fikirləşirsiniz. Məni əslində onun uşaqları maraqlandırmır. Yoxa çıxıblar da. Əsas odur, uşaqların anaları salamat olsun. Belə düşünürsünüz? Öz uşaqlarınızı fikirləşmirsiniz. Başqalarını niyə fikirləşəsiniz? Əgər sən Humayuna işarə eləyirsənsə, o 3 il Londonda yaşadı. Bir dəfə üzümə qayıtdı. 1 il onu danışdırmadım. Amma o həmişə mənim ürəyimdədir. Mən onu çox istəyirəm. Allahdan həmişə ona sağlamlıq arzu eləyirəm. Qısası, Əbrar qulaq as, sən söhbəti uzatma. O qızları axtar tap. Ulduzun sevgisini qazanmaq üçün əlimə yaxşı fürsət düşüb. Hə, gedə bilərsən. Baş üstə. Alo. Alo canım. Məni tanıdın? Bura bax, indi bir sən çatmırdın. Mənim sənə sözüm var. Yaxşı, eşidirəm, tez ol sözünü de. Sonra istəsən telefonu söndürərsən. Qısası sənin elədiklərinə görə uşaqların əziyyət çəkir. Nə?
Hə, nəsə olub Ulduz xanım? Mən qızlarımın kimin oğradığını bildim. Hə? Kimi oğrayıb? Cəsur, Cəsur? Hansı cəsur? sevimli dostunuzun oğlu. Mənim elə bir dostum yoxdur. Bu adı yadıma sala bilmirəm. Mən sizə Şöhrət bəy haqda danışıram. Şöhrət. Qızlarımı oğurlayıb. Bunu dəqiq bilirəm. Aa, Qumru? Salam əleykum. Aleyküm salam. Ne güzel, qayıtmısan, ha? Yoxsa əşyalarını aparmağa gəlmisən? Sənə nə var? Düzünü desəm, sən yoxsan deyə heç bura gəlmək belə istəmirdim. Bura çox darıxdırıcı idi. Xahiş edirəm səhər tezdən əsəblərimlə oynama. Sənə sual verirəm, cavab vermirsən. Axı mən səndən səmimi soruşuram. Bir iş yoldaşı kimi. Hə, qayıtdım. Razı qaldın? Bax bu əla sürpriz oldu. Bir bilsən, sən olmayanda. Hey, ay adam dayan da. Mən burada söz danışıram axı. Sənsə qulaq asmadan çıxıb gedirsən. Əgər sözündə az da olsa məntiq olsaydı qulaq asardım. Dəyişmisən, Qumru. Nəsə ciddiləşmisən. Hə, bugündən heç kimin atmacalarına sakit dayanıb baxmayacağam. Kim mənə nə desə ona uyğun cavabını alacaq. Mən sən tərəfdəyəm, ha? Yaxşı. Qumru, sən işə qayıtdın? Bir dəqiqə. Yenə getməyimi istəyirsən? Hey. Onu bırak görüm. Hey, Ha? sən bu işə qarışma. Humayun, mən səni ağıllı olan hesab eləyirdim. Sən demə dəlinin birisən. Yaxşı, bəsdir. Onu rahat bırak, səni görmək istəmir. İmkan ver, öz işini görsün. Mənə bax görüm. Nədir, döyülmək istəyirsən? Yaxşı, Hə? bəsdir də. Əgər bir kəlmədə desən, sənin dərsini verəcəm. Heç kimə baxmayacam, bildin? Yaxşı, oldu. Səni başa düşdüm, hə? Hı? Oldu? Humayun, işindən qalma. Yazıq uşaqlar analarına görə əziyyət çəkirlər. Qabil, bura bax. Sənin bu ulduzdan xoşun gəlmədi ki, gəlmədi. Ustad, əsas odur sizin xoşunuza gəlsin. Bizim xoşumuza gəlməyə vacib deyil. Hə, bu da düzdür. Budur. Ulduz biz tərəfə gəlir. Hə, ikiniz də özünüzü elə göstərin ki, güya yazığınız gəlir. Başa düşdüm, ustad. Manaf bəy, nə oldu? Şöhrət oğlu ilə danışıb. O boynuna almayıb. Kişi də heç bu cür alçaqlıq eləyər. Ulduz xanım, siz rahat olun. Mən demişəm. Dedim ki, xoşluqla boynuna alıb qızlarınızı qaytarmasa, güc tətbiq eləməli olacam. Ulduz xanım, narahat olmayın. Uşaqlarınızı tapmaq üçün əlimizdən gələni eləyəcəyik.
Çox sağ olun, təşəkkür eləyirəm. Qabilcan, düzdür, ulduz demədi. Amma səni hansısa qadın döyüb, yenə də böyük-böyük danışırsan. O arxadan hücum elədi. Mən nə edə bilərdim? Hə, indi Qabilcan, bundan sonra gərək arxada da gözün olsun. Düz dedi. Gərək arxada da gözün olsun. Bunlar da gülməyə bəhanə axtarır. Salam əleyküm ata. Necə gəldin? Gün hardan çıxdı? Ata, Qumru işə qayıdıb. Bilirəm. Nə? Sən nereden bilirsən? Onu mən işə qaytardım da. Çəkil. İmkan ver qapını bağlayayım. Hə, danış görüm. Ata, Qumru yenə işləsə 2 gün işləyəcək. Çox keçməyəcək. Yenə ərzəsini yazıb gedəcək. Niyə? Qumru gələn kimi o axmaq yenə zəli kimi ondan yapışdı. Ata, o axmaq yazıq Qumrunu boğaza yığıb. Sən kimin haqqında danışırsan? O axmaq kimdir? Humayunu deyirəm də ata. Mənə bax. Eşdirəm. O ikisi ilə məndən çox sən əlaqədə olursan. Deyirsən, Qumru Humayunu görmək belə istəmir? Yox ata. Qumru Humayunu görən kimi saçları biz-biz olur. Doğrudan? Ha, doğrudan ata. Aydındır. Ata, sən bir çıxış yol tapmalısan mütləq. Yoxsa bu işin axırı yaxşı olmayacaq. Axı, sənin Qumrudan zəhlən gedirdi. Niyə onu belə fikirləşirsən? Ha, o yaxşı qızdır da, yazıqdır. Düzdür. Yaxşı qızdır. Çox ağıllı qızdır. Doğrudan da mənə nə olub axı? Niyə Qumruya bu qədər can yandırıram? Yoxsa onu sevirəm? Yaxşı, görək necə olur. Ha, bu tərəfə. Ulduz! Ay Ulduz! İndi Qabilcan, bundan sonra ehtiyatla işləməlisiniz. Yaxşı, oldu. Ulduz hardasan? Nə? Tez ol, çıx görüm! Mən demişdim, ustad, Ulduz problemli adamdır. Görəsən bu kimdir belə? Deyəsən bilmir ki, bu evə soxulmaqla o dünyalıq ola bilər. Axmaq. Şöhrətcan, bunu çox yaxşı dedin. Elə indidən işə başlaya bilərsən. Sağ olun. İşə qəbul olundu. Qulluğunuzda Mübarək hazıram. olsun, dostum. Çox sağ olun. Gedək görək bu kimdir. Manaf bəy sizsiz? Hə, mənəm. Bəs sən kimsən? Bu, bax bu adam qızlarımı oğurlayıb. Hə, deməli, Şöhrətin oğlusan, hə? Mən sənə bir şans verəcəm. Qızları qaytar və buradan get. Yoxsa sağ getməyəcəksən. Mənim başqa variantım var.
Ulduzu özümlə aparıb, sonra qızlarını qaytara bilərəm. Deyəsən başı xarab olub. Ey, özünü ələ al. Ey, bu dəlinin biridir ki. Ağlını başına yığ. Ulduz, mənlə gəl. Ay uşaq. Heç bilirsən nə iş görürsən? Mənə də qorxu gəlməyə. Atamın dostu olmağın vecimə də deyil. Sən mənə inan. Bax bu hərəkətinə görə sənin canını alaram. Bir kəlmə də desən, onda alnından dəli açacam. Yoxsa sən mənə hələ də inanmırsan. Ey, Ulduz, düş qabağıma görüm. Yoxsa buradan cəsədini aparım, hə? Özünü ələ al. Özünü ələ al. Geri qayıt. Canından bezmisən? Maşına otur. Tez ol dedim, otur. Yavaş ol. Dostum qalx. Qalx Qabil, qalx. Necəsən dostum? Tələsmə Qabil. onu tutmaq lazım idi. Ehtiyac yoxdur. Sonra. Alçaq. Sakit ol. Gəlin. Salam aleyküm. Sən getməmişdin? Getmişdim. Amma atanız işə qayıtmağımı istədi. Sən də o dəqiqə qayıdıb gəldin, hə? Yox, elə deyil. Sadəcə atanızın xahişini yerə sala bilmədim. Sən nəyə güvənirsən, hə? Atam xahiş eləyib. Axı sən kimsən? Savadsız bir qızsan. Aşağı vəzifədə işləməyim o demək deyil ki, məni təhqir eləyə bilərsiniz. Başa düşdünüz? Nə? Səni başa düşmürəm. Onda başa düşün. Hamısını yığıb masanın üstünə qoy. Hey, dayan. Sən heç kimdən əski deyilsən. Nə olsun ki, varlıdır. Hey! Sən nənəm eşitmirsən, niyə baxmadan gedirsən? Hə? Cavab ver. Siz artıq həddinizi aşırsınız. Mən istədiyimi eləyə bilərəm. Mənim əsəblərimlə də oynama. Gedib sənədlərin hamısını bir-bir yerdən yığacaqsan. Hey, qızlar. Nə davadır? Ha? Nə olub? Niyə dalaşırsınız? Qardaş, sən çıx otaqdan. Görmürsən? Qumru ilə söhbət eləyirik. İmkan
vermərəm ki, Qumruya nəsə deyəsən. Cəfər, nə olub, ağlını itirmisən? Bəsdir. Bax, yenə deyirəm. Qumrunu rahat bırax. Başa düşdün? Hey, nə olub? Hər şey yaxşıdır? Cəfər, Ha? hər şey qaydasındadır? Ha, mən də indi içəri girdim. Qışqır-bağır eşitdim. Gəldim görüm nə baş verib burada, nə olub? Ata, sən bu qıza çox səlahiyyət vermirsən ha. Yaxşı da, bəsdir. Özdə hər şeyə sən özün başladın. Qumru yazıq sənə heç eləməyib axı. Cəfər, mən səni başa düşmürəm. Bundan sonra sənin sözündən oturub duran deyiləm. Daha mənə rəhbərlik eləyə bilməyəcəksən, bildin? Bəsdir. Qutarın. Ata, qardaşım boş-boş danışır. Bəsdir. Qızım, dedim qutarın. Sən axı böyük qızsan. Düzdür. Bugün sabah səni ərə verəcəyik, bilirsən də? Cəfər, sən ümumiyyətlə danışma. Mən də həmişə sənin tərəfini saxlayırdım. İndi də minnət eləməyə başla. Utanmaz. Sən də otağına get. Burada durma. Yaxşı. Yaxşı oldu ata. İşiniz avanda olsun. Qumru, qızım. Mən onların əvəzindən səndən üzr istəyirəm. Yox, yox. Belə deyib məni utandırmayın. Hər şey yaxşıdır. Görəsən Cəfərə nə olub? Səhər-səhər məni Humayundan qoruyurdu. İndi isə bacısından. Çox qəribədir. Əvvəl atam, indi də qardaşım. O Qumru bütün yaxınlarımı əlimdən aldı. Bəsdir, sakit ol, ürəyini sıxma. Düşmənlərin səni bu vəziyyətdə görsələr, onlar daha da sevinəcəklər. Əksinə, sən özünü qətiyyətli göstərməlisən. Məni heç kim sındıra bilməyəcək. Mən hələ sənə göstərəcəm. Salam əleyküm. Haralarda veyillənirsən axmaq? Bir-iki vacib işim var idi, ustad. Dünən sən olmayanda az qala məni öldürəcəkdilər. Bunu kim elədi? Deyim, bu dəqiqə gedib başını yerindən qoparım. Bu işlə, Qabillə şöhrət məşğul olur. Ustad, mən neyniyim? Sən? Sən öz başınalıq elədiyin üçün məsuliyyətli işlərdən uzaqlaşdırılırsan. Ustad, deyin nə eləmək lazımdır? Sən bir həftə boş olacaqsan. Bir həftəlik maaşın da kəsiləcək. Bu mənim sənə verdiyim cəza olacaq. Gələn dəfə vaxtında gələcəksən. Ustad, sizi başa düşdüm.
Gəl çıx da. Hə, hara gedirsiz? Manaf bəyin yanına gedirəm. Düz qərar vermisiniz. Arada oğlunuz var, o sizə zərər verməyəcək. Əzab çəkməkdənsə rahat yaşamağınız yaxşıdır. Bəs İmran bəy hanı? Mən qayıtmaq istəmirəm. Onda niyə gedirsiz? İstəyirəm Manaf bəy ətrafında xainlərin olduğunu bilsin. Xain kimdir? Mən bilsəm olar, Xain sənsən. başa düşmədim. Sən oğlumun harda olduğunu dedin. Deməsəydin, mən hardan bilərdim? Nədir? Yaxşılığıma belə cavab verirsiniz? Hə, elədir. Dünən axşam baş verənlər haqda Manafa danışsam, o səni sağ qoymayacaq. Hə, deməli ölümüm yaxınlaşır. Başqa yolunda var. Nə yolum var? Axşamlar məndən hal-əhval tutmağa davam eləyəcəksən. Mən səndən dünyaları istəmirəm ki. Nə haqda fikirləşirsən? Siz mümkün olmayan bir şey istəyirsiniz. Manafın evinə çatmağıma demək olar 200 metr qalıb. Yaxşı, oldu, danışarıq. Oturun. Salam əleyküm. Qabil. Qabil. Deyəsən, Qabil yatır. Ay Qabil. Hə, nə olub? Hə? Ustad, necəsiz? Qabilcan, necəsən? Yaxşıyam, sağ olun. Hə, Qabilcan. Yaxşı yerləşə bildiniz? Hə, sağ olun ustad. Hər şey qaydasındadır. Qulaq as, Qabil. Arvadın deyəsən özünə yer tapa bilmir. Yaxşı, fikir verməyin ustad. Qadındır da, nə etdiyini bilmir. Hə, Hə, buyurun içəri. Keç, gəlin. keç, mən də gəlirəm. Buyurun. Gəl. Buyurun, buyurun. Keçin. Alçaq. Niyə gəlib?
Yoxsa yenə nəyəsə ümid eləyir. Salam əleyküm. Əleyküm salam. Ustad hardadır? O gedib. Hara gedib? Qızlarımı oğurlayan alçağı axtarmağa gedib. Bəs sən haralarda gəzirdin? Biraz işim var idi. İşin? Sənin işin Manaf bəyin yanında olmaqdır. Dünən az qaldı ki, onu vurub öldürsünlər. Nə? Başa düşmədim. Dünən o yaramaz tapanca ilə bura hücum elədi. Yaxşı ki, Qabil buradaydı. Çox təəssüf eləyirəm. Əsas odur, indi o yaxşıdır. Ey, sən özünü kim hesab eləyirsən? Niyə öz işindən məşğul olmursan? Alo. Hə, yaxşı, bu saat. Oldu. Mən səninlə danışıram, Bunların hamısının boynuzu çıxıb. Boynuzlarınızı bir-bir sındıracağım. Humayun, məni düzgün başa düş. Qayda qanun hamı üçün eynidir. İmkan ver, qumru rahat işləsin. Qasım bəy, heç hansısa qadını canınızdan çox sevmisiniz? Hə, Bəs o sevginizi itirməkdən heç qorxmusunuz? mən onu itirmişəm. Görürsüz, bu necə ağırdır, hə? Bu əzabı yaşayan bilər. İnanın, mən bu əzaba dözə bilmərəm. Bir axmaq hərəkətimə görə mən indiyə kimi əzab çəkirəm, indiyə kimi. Qadının ürəyi çox həssas olur. Eyni ilə şüşə kimi. Bir dəfə sındısa, vəssalam, onu birləşdirmək olmur. Mən də sənin kimi səhv eləmişəm. Səhvimin cəzasını hələ də çəkirəm. Manaf bəy bizə rəhm eləməsəydi, indi biz didərgin kimi küçələri gəzirdik. Səndə heç qürur var? Qürurun nə vaxt oyanacaq? Manaf bəyə deyəcəm, sənin cəzanı versin. Həmin vaxta kimi xahiş eləyirəm, məni rahat buraxın. Təhdidlə məni burada saxlamağınız düzgün deyil. Deyəsən Manafdan yaman çox qorxursan, ha? Mən tək qalmaq istəyirəm. Yaxşı, bəsdir boş-boş danışdın. De görüm qızlarım hardadır? Sən bir də qızlarını görə bilməyəcəksən. Mən heç nə istəmirəm. Yox. Biraz çay içsən, əsəbin soyuyacaq. Al görüm, al bunu götür. Bu nədir belə Qabil? Oğlum, əgər anana nəsə olsa, hər şey öz səhvinə görə olacaq. Sən neynədin Əbrar? Bir-iki qutu mal yoxa çıxsa, heç kim bunu hiss eləməyəcək. Həyatını riskə atıb oğurlamısansa, deməli bu sənin üçün halaldır. Əsil sevgi daşı da əritməyə qadirdir. Bu vaxta kimi əritmədi ki. Onun kimi yaltaqların yanında hörmətimi saxlamaq üçün qərarımdan dönməyəcəm. Ona sözdür Manaf bəy, mənə yaltaq deyib təhqir eləməyin.
Mənsurə bebi, xahiş edirəm, içəri girmə. İstəmirəm əlim qana bulaşsın, istəmirəm.